Paytaxtın Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi 97D ünvanında yaşayan sakinlər binanın birinci mərtəbəsində açılışa hazırlaşan obyekt sahiblərindən şikayətçidirlər. Binanın ərazisinin sahibkarlar tərəfindən qanunsuz zəbt olunduğunu iddia edən sakinlər deyir ki, yolun kəsilməsi səbəbindən gediş-gəlişimiz çətinləşib. Məsələ ilə bağlı Space xəbərə üst tutan bina sakinləri aidiyyatı qurumlardan ərazini zəbt edən sahibkarlarla bağlı ciddi tədbir görülməsini istəyirlər. İki var, 8-dən bəri binanın həyətidir. Dan yuxarı elmələrə kimi də var. Gedin görün, harada şalamam var. Sahibkarlar gəlib, bir-iki obyekt açıblar. Bura şlaqban qoyur ki, buradan belə maşın keçməsin. Heç olmasa sakinlərin bir 10 nəfərinin maşında burada yerləşir. Mənim də marağım oldu ki, o maşın dayanmasın da burada. Obyekt sizin obyekt axı? Danışa bilməzsiniz, yəni yoxdur burada. Təlyadır, verirəm, saxla. Hələ fəaliyyətə başlamayıblar, ancaq bina sakinləri ilə aralarında problem yaşanır. Şəfaət Mehdiyev küçəsi 97D ünvanında yaşayan sakinlər obyekt sahibləri tərəfindən binanın ərazisinə qanunsuz şlaqban qoyulmasına narazılıq edirlər. Bu şlaqban yaşayış binasının daxilində fəaliyyət göstərən obyektin sahibləri tərəfindən qoyulub. Səbəb olaraq obyektlərin qarşısında avtomobil saxlaya bilmədiklərini və vətəndaşların istifadə etdikləri səkinin bağlandığını əsas gətirirlər. Sakinlər isə illərdir avtomobil saxlamaq üçün istifadə olunan binanın inzibati ərazisinə daxil olan bu ərazinin obyekt sahibləri tərəfindən qeyri-qanuni olaraq tutulduğunu bildirirlər. Maşınlardan əfsəli, maşın 3 dənə, 5 dənə maşının problemi yoxdur. Ondan əfsəl bir bilə insanın bu 410 nəfər, 420 ev var burada. İnsanlar hamısı buradan keçib gəlir. Şlaqba amma bu obyektlərin hamısının aidiyyəti var. Birlikdə qoydular. Bəli, birlikdə qoyulur. Əvvəl hamı keçirdi, maşınlar da saxlayırdı, insanlar keçirdi, gəlirdi, nə oldu? Özünü həmin obyektlərdən birinin iş icraçısı kimi təqdim edən Afət Manafovun sözlərinə görə sakinlərin narahatlığına səbəb olan şlaqban sözgedən binada obyekti olan sahibkarlar tərəfindən qoyulub. Səbəbini isə belə izah edir. Bu şlaqbanın dolayısıyla mənim obyektimə aidiyyəti var. Deyirəm ki, gəlib qoyub ki, biz bura şlaqban qoyuruq. Siz nə deyirsiniz? Demişəm, mən razıyam. Bura ümumi ictimaiyyətindir. Sakinlərin də deyil, bunların da deyil, onların da deyil. Səkidir. Bura mən demək istəyirəm, yox. Bura görsəndir ki, bura səkini. Mən bura sahibi ola-ola, mən bura saxlamıram ki, cəmaət bura taksi vaxtı edir. Çörək qazansınlar. Digər obyektdən də şlaqbanın kim tərəfindən və nə səbəbə qoyulmasını öyrənməyə çalışdıq. Özünü usta kimi təqdim edən bu şəxs isə obyekt sahibinin ölkə xaricində, daha dəqiq desək, İtaliyada olduğunu əsas gətirərək içəri daxil olmağımıza mane olmağa çalışdı. Məhəllələrində açıq, məhəllələrində yer verən varmı pulsuz maşın saxlamağa? Kimiz Məhəllənin qabağında saxlayanlar, burada nə saxlasın? Susayam. verin o İtalya nömrəsini danışarız. Plus 39 düşəcəksən o nömrəyə, ağlına gələn nömrəyə. Bəs əgər şlaqbanın qoyulduğu ərazi yaşayış binasının inzibati ərazisinə daxil deyilsə, onda piyadalar üçün nəzərdə tutulan səkinin hansı obyekt sahibi tərəfindən zəbt edilməsi qanun pozuntusu deyilmi? O səkidən bəri binanın ərazisi inzibati ərazisidir. Binaya aiddir bu səki. Səkidən bəri. Qeyri-qanuni qoyublar. Heç kim xəbər günlə bazar günü olubdu, bazar günü qoyub, qeyri-qanuni qoyublar. Yasamal rayon icra hakimiyyətindən bildirildi ki, məsələdən onlar da xəbərdardır. Əraziyə digər aidiyyəti qurumlarının əməkdaşları ilə birlikdə baxış keçiriləcək və lazımi tədbirlər görüləcək. Rəşad Vəkiloğlu, Nadir Cəlilov, Space xəbər.